sağlam düşüncədə, sağlam təfəkkürdə olan din mütəxəssislərimiz təəssüf çox azdır. Obyektiv, dövlətçi, milli təfəkkürdə olan sağlam ilahiyyatçılarımız, müstəqil, dinşünaslarımız çox təəssüf olsun ki, müxtəlif zamanların aşınması nəticəsində xarici təsirlər və s. səbəbindən deməli bu çox azdır ki, bu cür ayıldan insanları, necə deyirlər, praqmatik düşünən, real düşünən, milli dövlətçilik təfəkkürünə sahib olan adamlar çox azdır. Nə yazıq ki, dinin də tərkibində problemlər var. Bax, bu boşluqdan da istifadə olunur, o təhlükələr həmin boşluqlar vasitəsindən sızır. Qeyd etdiyim kimi, xurafatçılıq var, qeyd etdiyim kimi, möhumat var, məzhəbçilik var. Bu nə yazıq ki, tarixi ənənədən süzülüb gələn məsələlərdir. Bu demirəm, elə bizdə yaranıbdır. Xeyr, bu bütün dünyada, bütün müsəlmanların ümumi problemidir. Xaricə bağlılıq var. Təbii ki, xarici ölkələrin üzündə İslam modelləri var. Teokratik dövlətlər var, tutaq ki. Teokratik dövlətin ideologiyasını, onun din modelini dünyəvi sekulyar dövlətə əlbəttə ki, bu uzlaşdırmaq mümkün deyil. Amma nə yazıq ki, bizim bəzi kadrlarımız vaxtı ilə gedib həmin teokratik dövlətlərdə dini təhsil alıblar. Amma sonra da gəlib yerləşiblər din xadimi ki, mən azı bir 100-200 adamın da beynini öz düşündüyü istiqamətə aparıblar. Bu gün indi həmin beyinlərə o hibrid təhlükələrin, virusların yeridilməsi nə yazıq ki, daha asan olur. Amma bəzən o adamların özləri də bilmir ki, bunun beyninə yeridilən təhlükədir. Onun inancına çevrilib artıq o. Artıq ona inanır. Ki, filan istiqaməti götürüb, o cürdə gedir irəli. Yox, bu belə olmalı. 1400 il bundan qabaqki bir tarixi şəxsiyyəti, obrazı götürüb, onun üstündə bütün potensialını sərf eləyir sosial şəbəkələrdə ki, filan kəsi qoymadılar xəlifə seçilməyə, o seçilmədi, o biri seçildi. Bu elə bilir ki, bu məzhəbinin inancının həqiqəti, amma düşünmür ki, onun altında xarici qüvvələrin, bax bu cür təhdidləri dayanır ki, səni orada qardaşınla düşmən eləmək istəyir. Ailələr var ki, qardaşın biri bir təriqətə qulluq edir, o biri təriqətə. Bu dəfn olunanda o biri onun yasına getmir. Bax, bunlar nəyin təzahürüdür? Bunun hamısı bu cür xarici təhdidlərin, bu hibrid təhlükələrin, necə deyərlər ki, vəhdəti pozmaq, xalqın, millətin həmrəyliyini pozmaq, necə deyərlər, insanların beynini zəhərləmək, insanların beynini parçalamaq, fikrini parçalamaq, bölmək, bilirsinizmi? Yenə zahirdə müəyyən mənada bu fiziki problemləri, xəstəliyi bəlkə də müalicə eləmək olur. Ancaq bu beynin zəhərlənməsi çox təhlükəli məsələlərə gətirir. Bugün dünyada bu müxtəlif terror cinayətləri törədən təşkilatların, filanların hamısının görürsünüz ki, araşdıranda bunların hansısa bir cərəyana etiqad eləyirlər və bunları hardansa idarə eləyirlər. Hansısa beyin mərkəzləri bunları ortaya çıxardıbdır. Bunların həmən o istiqamətindən istifadə ediblər ki, bəli, biz bu bölünmüşük, bizim fikrimiz budur. Güya dini cəhətdən də şimdi ola bilər. Dində bu cür elmi cəhətdən parçalanmalar ola bilər. Bu mümkündür. Məzhəblər, təriqətlər, hamı eyni fikirdə ola bilməz. Amma xarici qüvvələr bunlar düşünmür ki, o xarici maraqlar onların o cür ayrılığından istifadə edib, bax bu cür təhlükələr yaradırlar. Ona görə mən hesab edirəm ki, ilk öncə bizim özümüzdə bununla bağlı əsas da gənclərimizi qorumaq lazımdır. Xüsusən